Salam uşaqlar. Bugünkü dərsimiz 7-ci sinif üçün yenilənmiş qiymətləndirmə tapşırıqlarından tapşırıqların izahıdır. Çevrə üzrə bərabər sürətlər hərəkətdə sürət dərsində qalmışdıq. Tapşırıqlardan baxaq. Yerin ekvator üzərindəki nöqtəsinin fırlanma sürətini hesablayın. Deməli, baxırıq burada sürətin üçün düsturumuz V bərabərdir 2 pi r bölünsün t'dir. Bərabərdir yazarıq bura. 2 vurulsun. Pi'ni vermişti 3. Baxırıq cevaplarımız kilometrləndir. Yerin de radiusu 6400'dür. Yerin de fırlanma periyodunu deməli hesablamaktan ötürü ekvator üzərindəki onda periyodu da yazarıq. Deməli yerin öz ox ətrafında fırlanma periyodunu götürürük. Onda biz t'nin de yerine yazarıq. Yerin öz ox ətrafında fırlanma periyodu 24 saatdir. Bölərik bura 24'ü yazarıq. Bərabərdir. Bu eləyər 6. Burada 24. 6 ilə 24'ü ixtisar etsək burada qalar 6'ya bölsək 4. 64'ü de 4'e bölərik. Burada qalar 16. Yanında da 2 sıfırı yazarıq. Kilometr böl saat. Deməli cevabımız olar burada A variantı. Radiusu 2 metr olan çevrə üzrə bərabər sürətlə hərəkət edən cismin dövrətmə tezliyi 0.5 1 böl saniyədir. Cismin sürətini hesablayın. Yine xətti sürət üçün düsturumuzu yazarıq. V bərabərdir 2 pi r n yazarıq. 2 vur pi'nin yerine yazarıq 3. Radiusu 2 metrdir. Buraya yazarıq 2. Tezliği de 0.5'dir. Bərabərdir. 2 vur 3 eləyər 4. 0.5'e vursaq. Burada eləyər 2. 2'ni de 3'e vurarıq. Eləyər 6 metr böl saniyə. Cevabımız olar C variantı. Birinci saatın dəqiqə qrəbinin uzunluğu 20 mm. İkinci saatın dəqiqə qrəbinin uzunluğu 10 mm-ə bərabərdir. Uyğun bəndləri qeyd edin. Baxırıq indi burada uc nöqtəsi 2 saata getdiyi yol 24 santimetrdir. Deməli baxarıq burada yol L bərabərdir 2 pi r qədərdir. 2 saatda getdiyi yoldursa burada yazar kiçik t böl böyük t bərabərdir. Məsəl üçün burada birinci saatın dəqiqə qrəbi üçün yazsaq buranı olar burada yazarıq. 2 vurulsun 3 vurulsun əqrəbimizin uzunluğu 20 mm'dir. Bunda biz cevaplarımız metrlə oldu. Burada santimetrlə de 20 mm santimetre çevirsək olar 2 santimetr vurulsun. 2 saatte getdiyi yol buraya yazarıq 2. Periyodun da yerine dəqiqə qrəbinin periyodu 1 saatdir. Burada yazarıq 1. Bərabərdir. Bu eləyər 6. 6 vur 2. 12. 12 vur 2 eləyər 24. Uzunluğu da santimetrlə götürmüşdük. Deməli 1'ə 1 uyğun gəlir. Dövrətmə periyodu 3600 saniyədir. Dəqiqə qrəbinin dövrətmə periyodu 1 saatdir. O da 3600 saniyədir. Hər ikisində dəqiqə əqrəb olduğundan deməli biz 3'ə yazarıq 2'ni. Uc nöqtəsinin sürəti 6 metr böl saniyədir. V bərabərdir. Yenə yazarıq 2 pi r bölünsün t bərabərdir. 2 vurulsun 3 vurulsun. Baxaq burada ikinci saatimizin əqrəbinin uzunluğu 10 mm'dir. Onu da biz metrə çevirərik, minə bölərik. 1, 2, 3 vergül qabağa getsə 0,1. Dəqiqə qrəbinin periyodu da cevabımız saatlandı. Onda biz de yazarıq bura. Dəqiqə qrəbinin periyodu 1 saatdir. Bərabərdir. Bu eləyər 6. Baxırıq burada metr böl saatla vermişdi bizdə. Deməli biz de 10 mm metrə çevirdik. Minə böldük. 0,1 oldu. Deməli baxırıq burada 6 vurulsun 100'də 1 olur. Bu da eləyər 0,6 metr böl saat. Baxırıq burada cevabımız da 6 metr böl saatdir. Burada millimetr biz metre çevirdik diye belə oldu. Yəqin ki burada çap səhvi var. 0,6 metr böl saat.
Bu uyğun gəlir. Deməli, radiusa biz qoyduq 2-ci saat üçün. Bura yazırıq. 3. Dövrətmə tezliyi 1 bölünsün 60'dır. Onda periodu hər ikisində dəqiqə qrəb olduğundan dəqiqə qrəbin periodu 60 dəqiqədir. Tezlik də periodun tərsidir. O da olasıdır. 1 bölünsün 60. 4 də hər ikisinə uyğun gələr. Deməli, burada çap səhvi olduğunu, burada 0,6 metr böl saat olsa, düzgün cavablarımız olur. 1, 3, 2, 4. Baxırıq 1, 3, 2, 4 A variantımız uyğun gəlir. Dördüncü tapşırığa baxırıq. İdmançı dairəvi qaçış zolağında 120 saniyədə 3 dövr edir. Onun sürəti sabit və 12 metr böl saniyə olarsa, dairənin radiusunu hesablayın. Yazırıq yenə sürətin düsturunu. V bərabərdir 2 pi r bölünsün t. Buradan bizə t'ni tapaq. T bərabərdir kiçik t bölünsün n bərabərdir. Burada 120 bölünsün 3 bərabərdir. Bu eləyər 40 saniyə. Bura yazarıq, gətirib yerlərinə. V'nin yerinə 12 bərabərdir. 2 vurulsun 3 vurulsun. Radiusu bilmirik. T'ni də tapdıq 40. Buradan r bərabərdir 12 vurulsun 40 bölünsün 6 bərabərdir. Bu da eləyər 12'ni 6'ya bölərək 2. 2'ni də 40'a vurarıq 80 metr. Cavabımız olar D variantı. 5-ci tapşırığımıza baxırıq. Açar sözlərdən istifadə etməklə mətni tamamlayın. Çevrə üzrə hərəkətdə də yola görə sürət düz xətlər hərəkətdə olduğu kimi gedilən yolun həmin yola sərf olunan zamana bölünməsi hesablanır. Bura yazarıq. 2. Çevrə üzrə bərabər sürətlə hərəkət edən cismin sürətinin istiqaməti dəyişir. Sürətin ədədi qiyməti isə sabit qalır. Belə hərəkətdə sürətin istiqaməti trayektoriyaya toxunan boyunca yönəlir. Cevabımız olar buradan 2, 1, 3, 4. Baxırıq buradan 2, 1. Deməli burada oldu 2. Baxırıq 2. Sonra gəldi burada 3. Sonra 1, sonra 4. Cevabımız olar D variantı. 6-cı tapşırığımıza baxaq. Çevrə üzrə bərabər sürətlə hərəkət edən nöqtə üçün hesablayın. Deməli buradan bizdən sürət lazımdır. Metr böl saniyə ilədir. Biz 100 santimetri metrə çevirərik. Deməli 1 metrimiz 100 santimetrdir. Deməli buraya yazarıq 1 metr. Bu saniyə ilədir. Olduğu kimi pi də durur. Yazarıq buradan V bərabərdir 2 pi r n bərabərdir 2 vurulsun 3 vurulsun 1 vur 0,5. Bu da eləyər 6 vurulsun 0,5. Bu da 3 metr böl saniyə. 7-ci tapşırığımıza baxaq. Hansı ifadələr doğrudur? Maddi nöqtənin çevrə üzrə bərabər sürətlə hərəkəti zamanı sürət vektoru çevrəyə toxunan boyunca yönəlir. Bəli, sürət vektoru çevrəyə toxunan boyunca yönəlir. Sürətin ədədi qiyməti sabit qalır. Sürət vektoru sabit qalır. Bu olmaz. 1 və 3 doğrudur. Sürətin istiqaməti dəyişir. Ədədi qiyməti sabit qalır. Uyğunluğu müəyyən edin. Verilmiş radiuslu çevrə üzrə bərabər sürətlə hərəkət zamanı dövrətmə tezliyini 2 dəfə artırdıqda, baxırıq burada verilmiş radiuslu deyir. Onda biz düsturları bu verilmiş sabitə görə nəzərə almalıyıq. Tezliyimizi 2 dəfə artırdıqda, baxırıq burada period bir tam dövrdə gedilən yol sürət. Deməli baxırıq tezliyi 2 dəfə artırırıqsa, periodla tezlik bir-birinin tərsidir. 1 bölünsün n. Tezlik 2 dəfə artdıqda buradan period 2 dəfə azalar. Deməli yazırıq 1'ə 2 dəfə azalar. 1'ə D uyğun gəlir. 2 burada yazaq 3. Sonra baxırıq bir tam dövrdə gedilən yol dəyişməz. 2'ə A uyğun gəlir. Sürətə baxırıq. Sürətin düsturunu yazırıq. V bərabərdir 2 pi r n-lə olanı yazaq. Baxırıq burada r sabitdir, pi də sabitdir. 2 tezlikdir. Tezliyi 2 dəfə artırırıqsa buradan onda xətti sürətdə 2 dəfə artır. Deməli 2 dəfə artar B variantı, 3'ə də olar B variantı.
1'ə D, 2'ə A, 3'ə B. 9-cu tapşırığımıza baxırıq. Saatın dəqiqə qrəbinin uzunluğu 4 santimetrdir. Biz bunu radius kimi götürürük. R bərabərdir 4 santimetr. Onun uc nöqtəsinin sürətini millimetr böl dəqiqə ilə hesablayın. Onda biz bunu millimetrə çevirib ona vurarıq. Eləyər 40 millimetr. Saatın dəqiqə qrəbinin dövrətmə periodu 1 saatdır. O da 60 dəqiqə ilə lazımdır bizə. Onda yazarıq V bərabərdir 2 pi R bölünsün T bərabərdir 2 vur 3 vur 40 böl 60. 6 ilə bu 60 ixtisar edər. 40 böl 10 eləyər 4 millimetr böl dəqiqə. 10-cu tapşırığımıza baxırıq. Çevrə üzrə bərabər sürətlə hərəkət edən cismin sürət vektorunun istiqaməti verilmişdir. Bu istiqamət çevrə üzərindəki hansı nöqtəyə uyğundur? Baxırıq, çevrəmiz saat əqrəb istiqamətdə hərəkət edir. Onda bizə verilən sürətin istiqaməti 1 nöqtəsinə uyğundur, sağa doğru. 2 nöqtəsində aşağıya doğru, 3 nöqtəsində sola doğru, 4 nöqtəsində yuxarıya, 5 nöqtəsində də yenə bu istiqamətdə toxunan istiqamətdə yönələr. Bugünkü tapşırıqlarımız bu qədər. Suallarınızı rəy bölməsində yaza bilərsiniz. Sağ olun.